Ukraynanın xarici idarəçiliyə ehtiyacı yoxdur. Ölkə hörmət edilməli olan legitim hakimiyyətə malikdir. Bu sözləri BMT Baş katibi Antonio Guterres Rusiya lideri Vladimir Putinin Ukraynada müvəqqəti hökumətin yaradılması təklifinə cavab olaraq deyib. Qeyd edək ki, bundan öncə Vladimir Putin Ukraynada mövcud hakimiyyətin legitim olmadığına, beynəlxalq təcrübənin beynəlxalq himayə altında fəaliyyət göstərəcək müvəqqəti administrasiya yaratmağa imkan verdiyini qeyd edib. Onun fikrincə, bu, yeni seçkilərin keçirilməsinə, xalqın etimadını qazanan işlək hökumətin formalaşmasına imkan verəcək, onunla söz sazişi üzrə danışıqlar aparmaq mümkün olacaq. Türkiyə Suriyada IŞİD-dən gələn təhlükələrin önünü almaq və bölgədəki maraqlarını qorumaq məqsədi ilə hərbi əməliyyat hazırlaşır. Bu barədə Türkiyə qəzeti məlumat yayıb. Qeyd olunub ki, yaxın aylarda Suriya və yaxın şərqin gələcəyinə təsir edəcək vacib addımların atılması gözlənilir. Bunlara Suriya ilə müdafiə və əməkdaşlıq sazişinin imzalanması, hərbi bazaların yaradılması və Xüms, Palmira kimi strateji ərazilərdə mövqelərin gücləndirilməsi daxildir. Qeyd olunur ki, Ankaranın əsas prioritetlərindən biri bölgədə İsraili cilovlamaqdır. Bu baxımdan Türkiyə və Suriya Livan sərhədində təhlükəsizliyin gücləndirilməsi və Qolan təpələri də daxil olmaqla digər vacib zonalarda birgə iş aparır. ...29 Mart gecə saatlarında Rusiya Geran PUA-ları ilə Dnipr və onun ətrafındakı bir neçə hədəfə zərbələr indirib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qeyd olunub ki, ən diqqət çəkən hücum Dnipr çayının sahilində yerləşən dəbdəbəli Bartolomeo mehmanxana kompleksinə olub. Məlumata görə, çay kənarındakı kompleksdə NATO'nun hərbi məsləhətçiləri olub və cümə gecəsi onlar Ukrayna Silahlı Qüvvələri və Ukrayna Baş Kəşfiyyat İdarəsinin hərbiçiləri ilə birlikdə ziyafətdə iştirak edib. Zərbə məhz restoran zalına dəyib. Ölənlərin sayı 30-dan çoxdur. Yaralıların sayı və vətəndaşlığı dəqiqləşdirilir. İlkin məlumata görə onların arasında təxminən 10 xarici vətəndaş var, deyə Yerli Müqavimət Hərəkatının koordinatoru Sergey Lebedev deyib. Starlink Peak internetinin Azərbaycan üçün aktiv edilməsi yaxşı xəbərdir. Məni pozitiv mənada təəccübləndirən məsələ həm də qiymətlər oldu. Bu fikirləri ixtisasçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda qiymətlər aşağıdır. Azərbaycanlı istifadəçilər Starlink xidmətindən yararlanmaq üçün Starlink Mini Kit və ya Starlink Standart Kit cihazlarından birini əldə etməlidir. Cihazların qiyməti müvafiq olaraq 340 və 670 manat, çatdırılması 50 manatdır. Xidmətin aylıq abunə haqqı isə 100 manat müəyyən edilib. Gürcüstanda avadanlıq 1780 lari, çatdırılma 235 lari, aylıq abunə haqqı isə 160 laridir. Ermənistanda cihazın özü və çatdırılması 499 dollar, aylıq abunə haqqı 99 dollardır. Erməni separatçılarının Rusiyadakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Bu barədə Ermənistan mətbuatı yazıb. Qeyd olunub ki, 44 günlük müharibədən sonra da belə məlumatlar yayılmışdı, lakin sonradan təqzib edilmişdi. Qeyd olunur ki, nümayəndəlik həqiqətən də o zaman öz fəaliyyətini davam etdirirdi, lakin bu yaxınlarda bağlanıb. Diplomatik mənbələrə istinadla o da vurğulanır ki, separatçı rejimin ləğv edilməsindən sonra nümayəndəliyin funksiyalarının qismən Ermənistanın Rusiyadakı səfirliyinə ötürülməsi təklif olunmuşdu. Lakin məlumatımıza görə bu mövzu da indi bağlanıb, deyə məlumatda qeyd olunub. Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğan Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Rusiya ilə Ukrayna arasında davam edən müharibədə sülh danışıqlarına ev sahibliyini təklif etməsi Rusiya tərəfindən müsbət dəyərləndirilə bilər. Amma Ukrayna tərəfi də ABŞ-la bu təklifə razı olmalıdır. Bu sözləri Axarazda siyasətçi Natiq Cəfərli Erdoğanla Putin arasında başlayan telefon danışığı zamanı Rusiya tərəfinə edilən təklifi şərh edərkən deyib. Müharibənin əvvəlində keçirilən İstanbul görüşləri hələlik nəticəyə yönəlik və uğurlu görüşlərdən olub. Sonradan nəticələrini reallaşdırmaq mümkün olmadı. Amma anlaşmanın özü Ukrayna üçün ən yaxşı anlaşmalardan idi. Ona görə də belə görüşlərin baş tutması mümkündür. Yeri gəlmişkən, ABŞ və Rusiya diplomatlarının
bir raund görüşləri də İstanbulda, ABŞ-ın buradakı baş konsulluğunda baş tutmuşdu. ABŞ bundan sonra Ukraynaya pulsuz yardım etməyəcək. Bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib. O bildirib ki, əgər gələcək dəstək paketləri haqqında danışırıqsa, onda ABŞ bu və ya digər şərt qoya bilər. Bu komanda bizim üçün pulsuz heç nə etməyəcək. Rəsmi olaraq belə deyirlər. Qeyd edək ki, Zelenski ABŞ-ın indiyə qədər olan yardımlarını borc kimi qəbul etməyəcəklərini qeyd etmişdi. Ölkə daxilindəki ana müxalifət özünə nəzarəti itirib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan İstanbulda çıxışında deyib. Onlar özlərinə nəzarəti o qədər itiriblər ki, artıq qərbə yalvarırlar. Gənclərin arxasında gizlənməyə, əcdadlarımızın mirası olan məscidlərimizə hörmətsizlik etməyə qədər hər cür rüsvayçılıq nümayiş etdirildi. Erdoğan həmçinin qeyd edib ki, Türkiyə hökuməti hakimiyyət daxilində sabitliyin pozulmasına və gənclərin alət kimi istifadə olunmasına icazə verməyəcək. Tehran nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlməsə, İranın başına pis hadisələr gələ bilər. Bu sözləri ABŞ prezidenti Donald Trump Ağ Evdə media açıqlamasında deyib. Bildiyiniz kimi, mən onlara bu yaxınlarda məktub göndərdim və dedim ki, siz bu və ya digər şəkildə qərar verməli olacaqsınız, yaxud biz bu barədə müzakirə edəcəyik, ya da İranla çox pis şey olacaq. Mən bunun baş verməsini istəmirəm. Mən bunu gücdən və ya zəiflikdən demirəm. İstəyirəm, biz İranla bunun üzərində işləyək. Amma razılığa gələ bilməsək, İranın başına pis bir şey gələcək. Qeyd edək ki, Trump İranın dini liderinə məktub ünvanlayıb və Tehranı nüvə danışıqlarına dəvət edib. İran Oman vasitəsilə bir neçə gün öncə məktuba cavab verib. Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyiş var. Bu barədə ABŞ prezidenti Donald Trump deyib. Və düşünürəm ki, biz irəliləyiş əldə edirik. Lakin tərəflər arasında çox pis niyyət var. O həmçinin qeyd edib ki, Rusiya lideri Vladimir Putin də Moskvanın Pxenyan və Tehrandan silah və sursat alması məsələsini müzakirə etməyib.